Ha, bismillah. Salam aleyküm bir daha. Bakın hanımlar. Fikir verin. Palçığa bakın. Ben indi inşallah bunu aparıb yuduzduracağım. Bismillah. Bakın. Bunlar. Yani elə bir şey kanalizasiyadır. Fikir verin bunun aralıqlarına. Fikir verin. Hələ buna bakın. Buna bakın. Daha neler yoktur. İğrəndim inan ki. Hə, yəni maşını belə saxlamazlar. Maşını yuyun. Yumaq qaydasında deyəcəm. Bunlar uşaqların alt paltarlarına, böyüklərin, yəni bunlar mikroflardır. Yəni bunu belə deyirəm ki, heç olmasa qorxasınız. Maşını belə saxlamayın. Haqqa getmiş olursunuz da. Dəfələrlə deyirəm, bax fikir verin rezinlərin. Bax fikir rezinin arasına baxın, palçıqdır demək olar. İğrənirəm. Bax iğrəncilidir. Vallahi yaxından görsəz, yəni bunlar şeydir də. Əflərdir, mikroflardır. Allah hamd olsun. Yumaq qaydasını deyəcəm. Bir də paraşok qabına tökməyin. Paraşok tökməyin. Fikir verin. Gedir köpüklərin, gedir korpusa kimi paslama, sonra çürüməyə gelib çıxır. O birisi tərəfə baxın, heç nə yoxdur. Sol tərəfdə amma paraşok qabından gedir, elə bir hallar olur. Elə bir şey olanda ustaya müraciət edin. Maşının korpusu, sonra korpus axtarmalı olarsınız, artıq xəzlərdir. Allah hamd olsun, bu Mercedes yaxşıdır, sadəcə olaraq bu haldadır da. Maşın birinci dəfə də açılır. Maşının arada teninə baxın, qızdırır, qızdırmır. Deməli, yuma qaydasında deyəcəm, faydalanarsınız. Bismillah. Maşını yuma qaydasında deyirəm, yəni faydalarını doy eləyərsiniz. 3 dənə, salam aleyküm, əlhəm. 3 dənə limonu, ya 2 ya 3 ya 4, kimin gücü nəyə çatır. Ortadan kəsirsiniz, sıxırsınız maşının içinə. Sonra özlərini atırsınız ora. Qapını bağlayırsınız. Qoyursunuz özünü yuma proqrama. Ya da qoyursunuz, yoxdursa qoyursunuz flopoka. 90 dərəcəyə. İlk 20 dəqiqə ərzində o istilik, ilığlıq şüşəyə aşağısına əl vurarsınız, bilinməlidir də. Yüngülvarı ilığlıq oldu, 2 litr sirkə ya 3 litr sirkə. Dökün paraşok qabından maşına. İşini qutarandan sonra maşının aşağını da açın. Sağ tərəfdən aşağıda pompanın krişkası var. Onu açın. Oranı da boşaldın, təmizlərin. Ondan qabağı da onun yadımdan çıxmışdı. Bir şotka ilə feyli və yaxud nəsə tökün o rezinin aralığına. Bu səndən bakın arasına, rezin arasına. Oranı belə yüngülvarı qaldırın. Oranı şotkalın yuxarıdan aşağı kimi, qəşəng orada palçıq zad varsa onlar tökülsün. Bax, bayaq göstərdiyim o rezin arasında olan palçıqlar. Belə. Təmizləyin, inşallah ki, səbəb olar. Yenə də gördünüz ki, məsəl üçün, ürəyiniz olmadı, bir partiyada eləyin. Ayda bir, 2 dəfə eləyin, inşallah ki, səbəb olar. Allah yardım etsin, dua eləyərsin. Və takip atın, bəyənin, paylaşın ki, səhifəmi arada canlı açıram. Yəni insanlar da görüb faydalansınlar.